çöktü can. Bir deneydi sen elə bilirdin çoxdu can. Vicdanında qanım qalsa inciməm. Kar qəlbini daha necə səsləyim. Sevgidənsə bəlkə nifrət bəsləyim. Daş ürəklim can çürüdən tərsliyim. Məni səndən vaxtsız alsa inciməm. İstəməzdim ömrüm solan bağ olsun. Mənsizliyin bir dözülməz dav olsun. Qoymadım ki bir cəciyi ağ olsun. Günlər sənə qənim qalsa inciməm. Heç bildin mi səndən nələr çəkdi can. Dərdlərindən gördün necə çöktü can. Bir dənəydi sən elə bilirdin çoxdu can. Vicdanında qanım qalsa inciməm. Eşidən də dəyişmişəm dünyamı. Çiçəklərdə qaray salsa inciməm. Demirdin mi alacaqsan canımı. Ruhum getsə canım qalsa inciməm. Yurdum yuvam oldu hara bilməzsən. Ürəyimi bir də qıra bilməzsən. Məzarıma yaxın dura bilməzsən. Məni cahan yola salsa inciməm. Teşekkür ederim, minnətdaram, xoş gəlmişsiniz. Axşamınız xeyir olsun, xoş gördük hər birinizi, Dünya Televiziyasının daimi tamaşaçıları və bugün də maşallah olsun çox gözəl efirimiz olacaq. Çox dəyərli qonaqlarımızı dəvət etmişəm. Həbib bəy bizim artıq bir neçə dəfə efirimizdə qonaq olub. Dəyərli meyxana ustadı söylədi ki, Nurayın xanım, sizin efiriniz maşallah olsun, necə sevilir, necə bizə reyting gəlib, necə bizi bəyəniblər, daha çox aktiv oldu, daha çox mahnımız yayıldı və keçən efirimizdə Sabirabad mahnısını ifa etmişdiniz. Salamlayıram Dünya TV izləyicilərini, tamaşaçılarını. Üçüncü dəfədir bu verilişdə oluram. Demək, keçən həvər Sabirabad mahnısını oxuyanda burada paylaşım eləmişəm. 50 mindən artıq baxış gəlib, bəyənmə 5 mindən artıqdır. Çox şükür ki, Allaha şükür. Bu veriliş mənə, bu nurlu dəqiqələr mənə düşərli oldu. Həbib bəy, sizə təşəkkür edirik. Çox sağ olun, biz sizə təşəkkür edirik. Buradan da fürsətdən istifadə edirəm. Bütün Sabirabad cəmaatını buradan salamlayıram, öz kəndimi, Suqovşanı salamlayıram. Fəxr edirəm öz kəndimdən, orada böyümüşəm, başa çatmışam. Öz cəmaatımızın da qarşısında baş əyirəm. Eşq olsun. Biz də salamlayırıq Sabirabad əhlini, elə bütün bölgələrimizi, bizi izləyən hər kəsi ürəkdən təbrik edirik, salamlayırıq və təbii ki, var olasınız. Və bizim dəyərli tamaşaçılarımız Həbib bəydən gözəl ifamız gələcək. Həbib bəy, hansı mahnı ilə qonağımızsınız bugün? Bugün 3 dənə mahnından qonağam. Bir Qazilər mahnısı var məndə, onu oxuyacam inşallah. İkisi də sevgi mahnısıdır. Ay, nə gözəl. İndi hansını başlayırsınız? Vətənpərvər mahnı ilə yəqin ki. Yəqin ki, hansından Allah verсələr təbii ki, ondan vətən inşallah. uğrunda canını fəda verən şəhidlərimizə rəhmət etsin. Bəli. Qazilərimizə can sağlığı versin. Yaşasın Azərbaycanımız, var olsun dövlətimiz. Elə hər zaman qalibiyyət, zəfər bizimlə olsun. Azərbaycan xalqı hər zaman var olsun. Alqışlarımız gəlsinlər. Gəlsin gözəl ifamız.
polkovnik İlqarımın, Xudayarımın, Qasımlı Muxtarımın, onların davamçısı varisiyəm, Qarabağ qazisiyəm. Onların davamçısı varisiyəm, Qarabağ qazisiyəm. Poladın mübarizin 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 varisiyəm, Qarabağ qazisiyəm. Haqqını danmaq olmaz igidlərin, Raqufun, Pəncəlinin, Fəridlərin. Mən canlı şahidiyəm şəhidlərin, o qanlı səhnələrin halisiyəm, Qarabağ qazisiyəm. O qanlı səhnələrin halisiyəm, Qarabağ qazisiyəm. Poladın mübarizin varisiyəm, 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 Qarabağ qazisiyəm. Döyüşdə düşünmədim sabahımı, Allaha apardım öz pənahımı. Yaralandım, atmadım silahımı, mən elə kişi sözünün xalisiyəm, Qarabağ qazisiyəm. Mən elə kişi sözünün xalisiyəm, Qarabağ qazisiyəm. Poladın mübarizin varisiyəm, 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 Qarabağ qazisiyəm. Şərəf və əxlaq üçün döyüşmüşəm, üç rəngli bayraq üçün döyüşmüşəm. Mən ana torpaq üçün döyüşmüşəm, çünki haqq məktəbinin alisiyəm, Qarabağ qazisiyəm. Çünki haqq məktəbinin alisiyəm, Qarabağ qazisiyəm. Poladın mübarizin varisiyəm, 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 Qarabağ qazisiyəm. Növbəti qonağımız, dəyərli tamaşaçılarımız Şirvandan təşrif buyurublar. Gözəllər gözəli, baz səsimiz, maşallah olsun. Onu da deyim ki, Şirvanda öz dəsti xətləri var. Gözəl, hər gün məclislərdədirlər, toylardadırlar və elə Şirvan əhli də xüsusilə sevir onları. Və bugün də nə gözəl ki, elə bizim efirimizdə həm də Mələk xanımın doğum günüdür. Ürəkdən təbrik edirəm sizi. Yaxşı ki varsınız, Allah can sağlığı versin, işlərinizdə uğurlar arzu edirəm. İnşallah efirimizin axına qədər uyğun olsa, alındıra bilsək, gözəl bir tortumuzu da kəsərik. Əgər çatdıra bilməsək də, efirdən sonra tortunu kəsəcək. Təbrik edirəm Mələk, xoş gəlmişsən. Təşəkkürlər, mən də salamlayıram sizləri, izləyicilərimizi salamlayıram. Hər vaxtınız xeyir olsun. İlk efirimizdir, İnşallah Allah xeyrimizi versin, düşərli olsun. İnşallah canım. İnşallah. Sizlərə də təşəkkür edirəm dəvət etdiyiniz üçün və buradan bizləri izləyən izləyicilərimizə hər birini salam deyirəm. Şirvan, Salyan, Sabirabad, İmişli, bizləri izləyən hər kəsi salamlar deyirəm və Hacı Qabul Udulu kəndinin Tava kəndinə xüsusi salamlarımı deyirəm. İnşallah verilişimiz axarıncı olsun.
Bir gün ötüp geçenleri çok düşünüp ya da salıp kaydarsan o sevgiye, o illerin nəğməsindən seninle gel bir yol açaq biz yeniden o günlere. Bir gün ötüp geçenleri çok düşünüp ya da salıp kaydarsan o sevgiye, o illerin nəğməsindən seninle gel bir yol açaq biz yeniden o günlere. Ben bir bahar sevgisinden ayrı düşen güle döndüm. Sen bilmeden sensizliğin hasretinden küle döndüm. Belki bir gün ayrılıktan uzak düşen sevgi geldi. Bu intizar, bu kederi ben unutup sana döndüm. Düşün son söz senin, ötüp geçen o illerin hiç bilmedin sen qədrini. Həsrət düşüb ömrümüze, biz inansaq sevgimize sevinç taparız yerini. Ben bir bahar sevgisinden ayrı düşen güle döndüm. Sen bilmeden sensizliğin hasretinden küle döndüm. Belki bir gün ayrılıktan uzak düşen sevgi geldi. Bu intizar, bu kederi ben unutup sana döndüm. Sevgisinden ayrı düşen güle döndüm. Sen bilmeden sensizliğin hasretinden küle döndüm. Belki bir gün ayrılıktan uzak düşen sevgi geldi. Bu intizar, bu kederi ben unutup sana döndüm. Və növbəti qonağımız bizim Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü. Nə qədər statusu var, maşallah olsun ki, desək efir bitər. Həm də gözəl insandır, dəyərli şəxsiyyətdir, gözəl xanımdır. Mən onun sadəliyini, gözəl şeirlərini çox sevirəm. Həm yazıcıdır, həm şairədir. Elə hər birimizin də tanıdığıdır. Gözəllər gözəli, gözəl qəlbi olan, incə qəlbi olan bizim şairəmiz Cəvahir xanım. Xoş gəlmişsiniz. Salamlayıram sizi. Təşəkkür edirəm Nuranə xanım. Sən adın da Nuranədir. Özündə də Allahın nurunu
gəzdirirsən. Üzündə də nur var, qəlbində də nur var. Təşəkkür. Proqramın adı da Nurlu Dəqiqələrdir. Rəbbimdən arzu edirəm ki, o nur hər kəsin qəlbinə çilənsin. Amin. O nur təmiz qəlblərdə olur, Bəli. Allahı sevən qəlblərdə olur. Və mən, bəli, prezident təqaüdü almağıma görə də Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev cənablarına, Yaşlılar Birliyinin sədri Anar bəyə və əməyi olan hər kəsə öz dərin təşəkkürlərimi bildirirəm ki, mənim əməyimə dəyər verildi. Azərbaycan ədəbiyyatında, mədəniyyətində göstərdiyim xidmətlərə görə layiq görüldüm və buradan bütün Turan illərini salamlayıram. Mən Borçalıdanam, Gürcüstandanam və mənim uşaqlığım Başkeçid dağlarında, Başkeçid yaylasında keçibdi və Arxılda Borçalının Arxılı kəndində mənim Kərim dayım adlı bir dayım var. Salamlayıram Kərim dayımı, Maya xanımı və onun bacısı bir Məlikə xanım var, Nuranə xanım. O sizin proqramları o qədər sevə-sevə baxır. Və mən buradan onları və hər kəsi salamlayıram. Biz də qucaq olsa öpürük, salamlayırıq. Onları Başkeçid şeirimlə salamlamaq istəyirəm. O dağlara gələsiyəm, o dağlardan öpəsiyəm. Orada mənim babam yatıb, mən babamın bircəsiyəm. O dağ mənim adım olub, doğmam olub, yadım olub. Bəlkə elə qismətimdir, o dağ mənim bəxtim olub. Ağ çiçəyim, narım mənim, bəxtim mənim, yarım mənim. Cəvahirin gəlib sənə, bax o dağdır, varım mənim. Həsrətindən ötəsiyəm, vüsalına yetəsiyəm, o bulaqdan içəsiyəm, o sularda gözüm qalıb. Bir ömürlük payımsan sən, yazımsan sən, yayımsan sən, günəşimsən, ayımsan sən. Dağlar sizdə obam yaşar. Anam tutar yaşmağını söz istəyər. Qardaş gələr, bir qırılmaz diz istəyər. Gözəlləri, gözəlliyi üstələyər. Lalə basar güneyləri, yoldan ötən gəley bəri. Burada mənim obam yaşar. Ürəyimi çalasıdır, gözlərimin qarasıdır, ciyərimin parasıdır gözəlləri. Baxışından keçmək olmur, gözəlliyi içmək olmur, bir-birindən seçmək olmur gözəlləri. Bu dağların sonası var, göylər kimi anası var. Bir ağ bir çək anası var, anam kimi, anam kimi. Baş keçidim, de, yaşını bilən varmı? Hərdən dolub kövrələndə buludlarım, göz yaşını silən varmı? Tariximin dünənisən, bugünümün sabahısan. Bəlkə də sən dünyamızın daşa dönmüş Allahısan. Dağım mənim, baş keçidim babam mənim, elim mənim, obam mənim. Sal daşına yazasıyam, mən dağların balasıyam. Gözlərimi açar açmaz səni gördüm, sevər sevməz səni sevdim. Göz vermisən görüm səni, sev demisən
sevim səni. Varım dağlar, sənə olan bu sevdadan xəbər tutub yar asidir. Mənim qəlbim heç kimə yox, təkcə sənə qalasıdır. Sənlə tanır yaxın məni, uzaq məni. Sipər oldun yurduma sən, dar günümdə. Varım oldun dar günümdə. Zirvəyə baxırsan, vətən deyirsən. Çayda çay daşı da vətəndir gülüm. Körpə qılsı insan nəfəsi. Ömrün yaşı da vətəndir gülüm. Dərdinə dözəsi, yanasıyıq biz. Gərəksə yolunda öləsiyik biz. Düz deyib, hər dərdə dözəsiyik biz. Buradan düşəcəkmi bir dəmi yolum? O dağ zirvəmdirsə, budaqsa qolum. Bircə o adının qurbanı olum. Odda, od daşı da vətəndir gülüm. Cəvahirəm, bu dağların qızıyam. Obasının, yaylasının sözüyəm. Qışı, yayı, payızıyam, yazıyam. Könlümün sirdaşı vətəndir gülüm. Yaz, qış üstün dağ, qar olur. Niyə belə qar ağ olur? Əriyəndə yağ dağ olur. Əriyərəm gilə-gilə. Sən kəm baxsan gözlərimə, gözlərimdən alışaram. Xoş üzünü göstər mənə, dağ babamdan, baş keçiddən danışaram. Baş keçiddən danışaram. Və növbəti qonağımız elə ilk dəfədir bizim verilişimizdədir. O da Şirvandan təşrif buyurub. Maşallah, çox gözəl xanımdır. Amma bugün nəsə biraz depressiyadadır. Biraz qəmgin görürəm onu. Bilmirəm niyə belədir. İndi az sonra onu təfərrüfatı ilə danışacağım. Gülnar Sultanlı bizimlə bərabərdir. Xoş gəlmişsən. Xoş gördük. Salamlayıram hər birinizi, qonaqlarımızı, sizləri. Xoş gördük hər birinizi. Xoş gəlmişsən. İlk dəfədir efirdə qonaqsan. Bəli, bəli, bəli. Ümumiyyətlə ilk dəfədir efirlərə çıxmamsan. Harınca olsun inşallah. İnşallah. Hə, özü çox gözəl ki, bizdən başlayırlar. Necə gözəldir ki, sizin verilişə təsadüf eləyib. Hə. İnşallah gedişatımız nurlu olar. İnşallah ki, tez-tezə gözləyirik efirimizdə. Xoş gəlmişsiniz. Gözümüz üstə yeriniz var hər birinizin. Və Günar, hansı mahnıda qonağımızsan? Zərrin özəl repertuarına müraciət eləmişəm. İlk mahnım, amma digər mahnım özümündür, yəni Tural Sədalı bəstəsi olacaq. Aha, bu öz şəxsi mahnındır, indi oxudum. Bəli, o şəxsi öz mahnım. Söz musiqisi kimə aiddir? Tural Sədalı. Aha, dəyərli dostumuz, salamlayırıq. Gündüz Abdullayevdə aranjman. Aha, neçə ildir bu sahədəsən? Artıq 4 ildir. 4 il. İstədiyin nəticəni ala bilmirsən, istədiyin yerdəsən. İnşallah bundan sonra daha da yüksək zirvələr arzulayıram. İnşallah, əsas odur xoşbəxt olasan. Əsas odur həyatda yanılmayasan, nə seçimində, nə sevgidə, nə həyatda. Təbii ki, az sonra müzakirə edəcəyik. Gəlsin gözəl İrfan. Arzum
günahı yoxdur günahsız. Bir günümü mən onsuz heç təsəvvür etmirəm. Getmə dediyi yerlərə o qısqanır getmirəm. Eşq dolu dünyalarım sənsən, hər sözündə mən alarım sənsən. Hər gecələr rüyalarım sənsən, səndən əziz kim ola bilər ki? Eşq dolu dünyalarım sənsən, hər sözündə mən alarım sənsən. Hər gecələr rüyalarım sənsən, səndən əziz kim ola bilər ki? Səndən əziz nə ola bilər ki? Eşq dolu dünyalarım sənsən, hər sözümdə mən alarım sənsən. Hər gecələr rüyalarım sənsən, səndən əziz kim ola bilər ki? Eşq dolu dünyalarım sənsən, hər sözümdə mən alarım sənsən. Hər gecələr rüyalarım sənsən, səndən əziz kim ola bilər ki? Səndən əziz nə ola bilər ki? Elə bugünkü mövzumuz da elə sevməkdən danışacağıq, sevgidən danışacağıq, xəyanətdən danışacağıq, zərbələrdən danışacağıq. Çünki baxıram, maşallah olsun, elə qonaqlarımıza da çox aiddir bu mövzu. Buyur ay Həbib bəy. Məhəbbətdən kim yanıqlı deyil. Məhəbbət kimisə üçün səfalıdır, kimisə üçün cəfalı. Biz cəfasını çəkdik, səfasını görmədik. Yəqin də xanımı vəziyyətdədir. Bəli, belə həmçinin cəfasını biz görürük, səfasını özgələri çəkir. Mələk, sən necə? Hə, sevirsən, sevilirsən. Bəli. Yoxsa səndə hər şey yaxşıdır? Yox, mən həm sevirəm, həm də sevilirəm. Yəni Mələk xoşbəxtəm. xanım, sağ olun. Xoşbəxtəm, yəni Bizlərin başına, yəni o arzulayardım. inşallah, inşallah. Aha. Yəni həyatımdakı insandan da razıyam. Hə, adını çəkə bilərsən? Xeyr, adı məndə. Nə oldu? Adı məndə qalsın Sən etiraf elə də. Necə? Sən etiraf elə də. Efir vasitəsilə. Baş hərfi ə. Əli bəy. Xeyr. Allah. Baş hərfi ədir, yəni Adı lazım deyil. baş hərfi ə. Adı lazım değil, baş harfi ben. Bilirsən, gözəl Nurayna xanım, Peyğəmbər əleyhissalama səhabələr sual verir. Deyir, ya Peyğəmbər, biz necə bir xanımla evlənək, gözəl xanımla Bəli, mı? Ayşə mənim kimi gözəllər gözəl. İmkanlı xanımla mı? Var dövləti çox olan xanımla mı? Yoxsa imanı gözəl olanla mı? Peyğəmbər əleyhissalam deyir ki, siz imanı gözəl olan xanımla evlənin. Çünki Aha. əgər xanımın imanı gözəldirsə, o var da, dövlət də, gözəllik də hamısı o imanda gizlənir. Və ona görə mən doğrudur, bu saat boşanmalar həddindən artıq çoxdur. Mən arzulamıram heç kəsə, heç kəsin ailəsində boşanma olmasın, ailə bütöv olsun. Mən evlatları həmişə ata-ana yanında görmək istəyirəm. Əlbəttə. Həmişə ata-ana himayəsində, ata-ana yanında olanda evlat daha xoşbəxt olur. Düzdür. Bəlkə bir, bax, bu nakam sevgilərə bir şeir deyək. Gəlsin, şeirimiz bu nakam sevgilərə. Hə, sevgi aiddir şeiriniz, Bəli, sevgi şeiriniz. bəli. Sevgidir, Nüsrət Kəsəməlinin şeiridir, nə bilərdik. Nə bilərdik, həyat bizi hansı dövrana aparacaq. Çox gözəl şeirdir. Nə gözəl, maraqlı Dinləyək. gəldi mənə. Gəlsin elə məqamıdır. Ne bileydik bu sevginin sonu yok. Ne bileydik dünya belə dönəcək. Ne bileydik sevgi adlı bir qonaq ikimizin arasında öləcək. Ulu sevgi göydən yerə indi mi? Nə dayandı yolumuzun üstündə?
Bu məhəbbət soyuduqca sən demə. Can verirmiş qolumuzun üstündə. Hər görüşə sürünürdü ayaqlar. O çəmənlər bir baharlıq səməni, dodaqları yandıranda dodaqlar. Ürəyimiz üşüyürmüş deməli. Əyləncələr qoymadı ki göz açaq. Hər istəyi biz beləcə bitirdik. Payız gəldi, toy bayramla biz ancaq yarpaq yarpaq günümüzü itirdik. Şirin oldu yalanların zəhəri, həqiqəti gizləmişik həmişə. Sevgililər oyaq qaçdı səhəri, biz axşamı gözləmişik həmişə. Yuxu gördük, gah qorxulu, gah da şən. Boğdu bizi tərəddüdlər axarı. Yuxularda əllər gördük birləşən. Ay uzduqsa hicran oldu axarı. Nə biləydik bu sevginin sonu yox. Nə biləydik dünya bilə dönəcək. Nə biləydik sevgi adlı bu qonaq üzümüzə baxa-baxa öləcək. Yazdığın son mektup şu an elimde. Okuyup ağlıyorum her kelimede. Demek ki yalanmış aşkın sevginde. Mutlu ol diyorsun, sensiz olur mu? Yazdığın son mektup şu an elimde. Okuyup ağlıyorum her kelimede. Demek ki yalanmış aşkın sevginde. Mutlu ol diyorsun, sensiz olur mu? Teselli artık neyi değiştirir ki? Elinle kabrimi kazdın demek ki. Ben zaten dünyada gün görmedim ki. Son darbeyi vurdun bu son mektuba. Ayrılsak da mutluluk dilerim sana. Katlanmak zorundayım gözyaşlarıma. Yazdığın haberin her satırına. Edenimi yazsan da bu son mektuba. Ayrılsak da mutluluk dilerim sana. Katlanmak zorundayım gözyaşlarıma. Yazdığın haberin her satırına. Edenimi yazsan da bu son mektuba.
Demek ki sevenler böyle yanarmış. Tanrı'nın verdiği canı kul alırmış. Benim kaderimde ayrılmak varmış. Her şeyi anladım bu son mektupla. Demek ki sevenler böyle yanarmış. Tanrı'nın verdiği canı kul alırmış. Benim kaderimde ayrılmak varmış. Her şeyi anladım bu son mektupla. Teselli artık neyi değiştirir ki? Elinle kabrimi kazdın demek ki. Ben zaten dünyada gün görmedim ki. Son darbeyi vurdun bu son mektupla. Ayrılsak da mutluluk dilerim sana. Katlanmak zorundayım gözyaşlarıma. Yazdığın haberin her satırına. Ecelimi yazsan da bu son mektuba. Ayrılsak da mutluluk dilerim sana. Katlanmak zorundayım gözyaşlarıma. Yazdığın haberin her satırına. Ecelimi yazsan da bu son mektuba. Və dəyərli tamaşaçılarımız, elə bu məqamda mən bugünə təsadüf edən doğum günləri varsa hər kəsi ürəkdən təbrik edirəm. Allah hər birinizə can sağlığı versin. Bir daha bizi izləyən, dəyər verən, gözəl rəylər yazan, zəng edib maşallah fikirlərini söyləyirlər. Hər kəsə təşəkkür edirik. Çox sağ olun, minnətdarıq və bizim üçün də daha böyük bir zövqdür, maraqdır təbii ki siz tamaşaçıların fikri. Və elə bu məqamda bizim Roman balamızın 6 yaşı tamam olur. Ürəkdən təbrik edirəm. Babası Azər bəyin adına, nənəsi Fərqani xanım, atası Kənan, anası Günil, dayısı Zaur bəyin adına ürəkdən təbrik edirəm. Allah can sağlığı versin və bizim, mən hər zaman söyləyirəm, dəyərli sənətkar oğlu, Təbriz Məzahiroğlu, dəyərli həmkarımızın adından, özü burada olmasa da inşallah gələn həftə efirimizdə qonaqdır. Elə onun da adından ürəkdən təbrik edirəm. Bildiyim qədərilə onun qonşuları səhv eləmirəmsə. Elə alqışlayaq Roman balamızı ürəkdən. Və elə səbəbkarımız başda olmaqla bütün doğum günü olanları ürəkdən təbrik edirəm. Allah can sağlığı versin. İnşallah xalqımıza, dövlətimizə, valideynlərinə, ağsaqqallarına, ağ böyüksəklərinə layiqli övlad olsun arzumuzdur. Həbib bəy, gəlsin növbəti ifanız. İfadan qabaq, bugün mənim böyük bibimin də ad günüdür, onu da təbrik edirəm. Güzel, təbrik edirik. O gün olsun Zenfira xanım. Zenfira xanım, öpürük sizi, qucaq dolusu təbrik edirik. Çox sağ olun, sizi də Və təbrik eləcə də edirəm. bugünkü gündə bizim qonağımız olan Mələyimizin də ad gününü ürəkdən təbrik edirik bir daha. Mələk, bu sənin günahındır ki, tortsuz gəlmişsən efirimizə. Yox, efirdən sonra kəsərik tortudu. Gəlsin Həbib bəyin növbəti ifası. Hər dərdə dərmanım ol, qəlbimdə sultanım ol. Döy məhəbbət qapısın, əbədi mehmanım ol. Yar əsən küləklə gəl, o yağan yağışla gəl. Mənim öz günahımı özümə bağışla gəl. Yar əsən küləklə gəl, o yağan yağışla gəl. Mənim öz günahımı özümə bağışla gəl. Məlhəm ol qəlb dağıma, dön sevgi ortağıma. Gir məhəbbət bağıma, gülüm gülistanım ol. Məlhəm ol qəlb dağıma, dön sevgi ortağıma. Gir məhəbbət bağıma, gülüm gülistanım ol. Hər dərdə dərmanım ol, qəlbimdə sultanım ol. Döy məhəbbət qapısın, əbədi mehmanım ol. Yar əsən küləklə gəl, o yağan yağışla gəl. Mənim öz günahımı özümə bağışla gəl. Yar əsən küləklə gəl, o yağan yağışla
yağışla gel, mənim öz günahımı özümə bağışla gel. Yar verməz ölüm mənə, ayrılıq ölüm mənə, sadiq ol gülüm mənə, dillərdə dastanım ol. Yar verməz ölüm mənə, ayrılıq ölüm mənə, sadiq ol gülüm mənə, dillərdə dastanım ol. Hər dərdə dərmanım ol, qəlbimdə sultanım ol, döymə həbbət qapısın, əbədi mehmanım ol. Yara sən küləklə gəl, o yağan yağışla gəl, mənim öz günahımı özümə bağışla gəl. Yara sən küləklə gəl, o yağan yağışla gəl, mənim öz günahımı özümə bağışla gəl. Hər dərdə dərmanım ol, qəlbimdə sultanım ol, döymə həbbət qapısın, əbədi mehmanım ol. Yara sən küləklə gəl, o yağan yağışla gəl, mənim öz günahımı özümə bağışla gəl. Yara sən küləklə gəl, o yağan yağışla gəl, mənim öz günahımı özümə bağışla gəl. Kərimin İnşirah surəsinin 5-ci, 6-cı ayəsində deyilir ki, hər çətinlikdən sonra bir asanlıq gəlir. Əlbəttə. Əlbət ki, asanlıq çətinlikdən sonra gəlir. O, Allahın imtihanıdır. Hərənin alnına bir cürə qədər yazılıb. Hər bir insan öz qədərini yaşayır. Öz salamlarımı çatdırmaq istəyirəm. Mən öz Şirvan şəhərində müəllimim var. Gəlmişəm, ona salamlamaq istəyirəm. Ramil Əbülfətoğlu, yəni Şirvanda əjdaha deyirlər. Kim? Əjdahadır. Adətən səhnəmizin bir də əjdahası var. Nadir Qafarzadədir. Onun titulunu uğramışıq bir balaca. Ramil Əbülfətoğlu. Mən deyərdim ki, mən ən güclü Şirvan şəhəri üzrə ümumiyyətlə bütün bölgələrdə tanınanda sayılıb seçilən şəxsdir. Buradan salamlarımı çatdırıram müəllimimə də. Bizim Şirvanın maşallah olsun sayılıb seçilən musiqiçiləri var. Xüsusilə Sahil bəyi salamlayıram. Ürəkdən salamlayıram. Gözəl insandır. Onu əyani tanıyıram. Maşallah olsun. Xüsusi şənliklərində də görürəm. Benzeri vardır mana, oğlan senin gözlerinin, şöylesi düşüp her yana, oğlan senin gözlerinin. Sevda dolu bakışı var, gönüllere akışı var, sevinç keder yağışı var, oğlan senin gözlerinin. Mən də Leyli adlanaydım, eşq odunda odlanaydım, şevqiylə oda yanaydım, oğlan sənin gözlərinin. Mən də Leyli adlanaydım, eşq odunda odlanaydım, şevqiylə oda yanaydım, oğlan sənin gözlərinin. Alovludur məhəbbətin, ömrə bəzək səadətin, həsrətinə dözmək çətin, oğlan sənin gözlərinin. Sevda dolu baxışı var,
adlanaydım, eşq odunda odlanaydım, şevqiylə oda yanaydım, ağlan sənin gözlərinin. Mən də Leyli adlanaydım, eşq odunda odlanaydım, şevqiylə oda yanaydım, ağlan sənin gözlərinin. Adlanaydım, eşq odunda odlanaydım, şevqiylə oda yanaydım, ağlan sənin gözlərinin. Mən də Leyli adlanaydım, eşq odunda odlanaydım, şevqiylə oda yanaydım, ağlan sənin gözlərinin. Ağlan sənin gözlərinin. Qaşqabaq tökmüsən, axı nə olubdur yenə? Yox insafın, mürvətin, zülm eləyirsən mənə. Qaşqabaq tökmüsən, axı nə olubdur yenə? Yox insafın, mürvətin, zülm eləyirsən mənə. Nazlı duzlu xanımsan, söz demək olmur sənə. Nazlı duzlu xanımsan, söz demək olmur sənə. Axı nə dedim, neylədim, incimisən sözümdən. Axı nə dedim, neylədim, incimisən sözümdən. Sən yanımda ol yetər, dünya mənimdir mənim. Sən yanımda ol yetər, dünya mənimdir mənim. Sən olmasan yanımda, həyat düşər gözümdən. Sən olmasan yanımda, həyat düşər gözümdən. Ala gözlü ceyranım, ay sənə qurban canım. Ala gözlü ceyranım, ay sənə qurban canım. Saxla bu qəddarlığı, etmə inatkarlığı. Saxla bu qəddarlığı, etmə inatkarlığı. Sən sənə yat eşqimin, gül çiçəyi varlığı. Sən sənə yat eşqimin, gül çiçəyi varlığı. Sən yanımda ol yetər, dünya mənimdir mənim. Sən yanımda ol yetər, dünya mənimdir mənim. Sən olmasan yanımda, həyat düşər gözümdən. Sən olmasan yanımda, həyat düşər gözümdən. Sən yanımda ol yetər, dünya mənimdir mənim. Sən yanımda ol yetər, dünya mənimdir mənim. Sən olmasan yanımda, həyat düşər gözümdən. Sən olmasan yanımda, həyat düşər gözümdən.